Bura deməli Biləsuvardan İrana keçid məntəqəsidir. Bunların texnikaları, gətirdikləri texnika ancaq batan maşını çıxartmaq üçündür. O da yəni ki 20 manatdan ən aşağısı tərpətməkdir. Yerindən tərpətdi 20 manat. Reyba kimsə çağırdı getdi 20 manat. Əgər dartıb fara kimsə aparırsa 40 manat. Və beləcənə. Nə yola kum tökən var, nə qreyderlə çağırıb təmizləyən var. Və burada Biləsuvar gömrük sərhəd keçid məntəqəsi. Bax, parkın içine heç olmasa gətirirlər, bir traktor salarlar, qoy, təmizlətdirərlər, qapıdan maşınları bıraxmırsan, bıraxmır. Quyruq nə boydadır? Düz şeyf çıxıb şeyə, Biləsuvarın mərkəzinə. Belədir vəziyyət. İndi bu dəqiqə mənim özümdə deyil, ortada qalmışam, o uca qıraqda deyil, traktor girən tərəfdə orada. Mən də qalmışam orada. İndi mən də gələk 40 manat, indi ora qədər 2 dəfə 40 manat verib gəlmişəm bura. İndi yenə 40 manat da vermək lazımdır ki, aparsın salsın gömrüyün içine. Bu burada belə bir situasiyadır.